Bu dəqiqə, bu anda zəlzələlər intensivdir. Küləklər, yağıntılar, daşqınlar intensivdir. Neçə illərdən sonra vulkanlar püskürməyə başlayacaq. İnanın ki, böyük vulkanik proseslərin baş verməyə başlayır. Bəşər bəşərə hörmət etməlidir, mehriban olmalıdır. Elə bu günlərdə, bu illərdə təmənnalı olmamalı, pozculuq etməməlidir. İnsanlar indi dartıdadılar. Dartıdan da bu zəlzələlər, bu qırğınlar əmələ gəlir. Bu müharibələri dayandırmaq lazımdır. Nəticələri, qaranlıqları sirayət edir qitələrə. Qitə qitədə dəyişiləcəkdir. Sular sularda dəyişiləcək. Yeni qitələr, adalar su altında qala bilər. Bəs bəşər nə üçündür? Bəşəri yalnız qaranlıq gətirmək üçün yaratmayıbdır böyük yaradan. Bəşərin özü işıqla köməkçi də olmalıdır. Bəşər yaradıcılıq içərisindədir, həm də özü yaradıcıdır. Yaradıcılığa, yaradana kömək etməlidir. Bütün qitələr, yer kürəsinin özü məişət və istehsalat tullantıları və zibillikləri içərisindədir. Dənizlər, okeanlar, çaylar, göllər, dağlar, dərələr, meşələr bərbad vəziyyətdədir. Kosmik raketlərin apogeylərindən də yuxarı qalxın və baxın yer üzünə. Görün ki, bu zibillik artıb, ruzilər azalıbdır. İndiki insanın səcdə elədiyi, canlı belə verdiyi pulun özü azalıb, dəyəri azalıb. Görün ki, bəşərin gətirdiyi qaranlıqlar nə qədərdir. Zəlzələnin kökünü heç də başqa yerdə axtarmaq lazım deyil. Zəlzələni bəşərin özündə axtarın, öz qaranlığında axtarın, qitələrdə yox. Bu, cəm bəşərin günahıdır, qitələrə sirayət edib. Qitələrdə zəlzələdən, tufandan, qasırğadan, sellərdən, daşqınlardan ölənin günahı deyil. Amma o, özünü fəda edir ki, bizi xilas eləsin. Xilas gətirsə də, xilas olmaq istəyirlər? Yox, xilas olmaq istəmirlər insanlar. Bu qədər müharibələr olmaz, bu qədər iftira, yalan, aldatmaq, zorakılıq olmaz. Bax, zəlzələlər bunların nəticələridir. Bəzi zəlzələlərin mənşəyini axtarırıq, xassələrini, xüsusiyyətlərini, elmini axtarırıq. Elmini axtarmaq lazımdır. Amma elmindən əvvəl zəlzələnin özlüyünü axtarın ki, niyədir? Televizorda səhər göstərirdilər ki, uçqunların altından diri qalmışları, yaxud cəsədləri çıxaran könüllülərin özləri belə zəlzələdən qaçırdılar. Orada yenə də 6-7 bal gücündə zəlzələ baş vermişdi. Tayvanda, bəli, Tayvanda. Amma indi Türkiyədə olan zəlzələ hələlik Mərmərə bölgəsindədir. Hələ qorx ki, bu vulkanik azadlıqlara başlasın. Yer kürəsində vulkanik proseslər gedəcəkdir. O daha böyük faciələr gətirəcəkdir axı. Geyzerlər də o vulkanlarla birlikdə baş verəcək. Geyzerlər çox sonralar baş verəcək. İndi bu dəqiqə yer kürəsinin özündə suların özü azalır. Ruzilər azalır, yer üzündə bəlaların sayı artır. Gör bir bəşər, bir qrup bəşər nə qədər insanlara bəlalar gətirirlər. Amma halbuki yer üzündə nə qədər dini kitablar var, nə qədər dini sektalar var, nə qədər dini istiqamətlər var. Var, bu xilasdır. Böyük yaradan qeyri-kamillərin arasına bu qədər kitab göndərərdi, yoxsa bunları bir yolluq məhv eləyə bilərdi. Amma gör, onun rəhmi nə boydadır, səbri nə boydadır. Çünki bunlar özlərini xilas edə bilmirlər. Xilas nədədir? Xilas odur ki, özünün zəkası ilə bəşər özünü dərk eləyə bilsin. Xilas heç kəsin qolundan dartıb hansısa bir istiqamətə, bir yerə aparmaq deyil. Bunlar ayrı-ayrı anlamlardır. Bu boyda nəhayətsizliyin içində bir nöqtəciyi biz deyirik. Çox azını biz deyirik. Amma onun içərisində böyük-böyük işlər var. Bəşəriyyəti heç də qorxu içərisində saxlamaq olmaz. Zəlzələ olacaq, qaçın gizlənin. Küləklər olacaq, qaçın gizlənin. Tsunami olacaq, qaçın gizlənin. Yox, belə yaramaz, qaçıb gizlənmə. Zəlzələnin də, tufanın da, qasırğanın da, tsunaminin də qabağında durmağı, kütləvi qırğınların da qabağında durmağı bacar. Dərk et, dur. Heç də ürəyinin yanmağı ilə, özünü döyməyini ilə, ağlamağın ilə deyil, köməyi olmur. Rəhmi olmasa nə kömək umur? Mehribançılığı olmasa nə kömək olacaqmış?
Zəkası olmasa nə kömək olacaq? Köməklərin hamısı zəka üstündədir. Əql üstündədir, kamillik üstündədir. Yer üzü bax bu gündədir.